Axşamınız xeyir əziz izləyicilər. Təxminən 5 ildir ki, mən bu canlı yayımla sizinlə təmas qurmamışam. Ümumiyyətlə 44 günlük Vətən müharibəsindən sonra fikirləşirdim ki, artıq mənim fəaliyyətimə ehtiyac yoxdur. Siz əziz tamaşaçılara da uzun müddət aşılayırdım ki, biz bu şanlı qələbədən sonra artıq başqa Azərbaycanda yaşayacağıq. Bir çoxlarınız da sonralar məni ona görə ittiham elədiniz ki, mən bunu kimlərinsə sifarişi, kimlərəsə xoş gəlmək üçün sizə çatdırmışam. Hər yadınızdadırsa da mən sosial şəbəkədə fəaliyyətimə başlayan ilk günlərdən sizə söz vermişdim ki, mən heç vaxt şəxsi maraqlarımı ümumi maraqlardan üstün qoymayacağım və sizə də söz vermişdim ki, mən sizə heç vaxt yalan danışmayacağım. 19-20-ci illər yadınızdadırsa da deyəndə ki, vətən müharibəsi olacaq, biz ona hazırlaşmalıyıq. Elə bu səhifələrdən çoxlarınız məni ittiham elədiniz ki, İlham Əliyev hakimiyyətinin vaxtını uzatmaq üçün siz bizə yalan danışırsınız. Şükür Allaha ki, əmin oldunuz ki, yalan danışmıram. 44 günlük vətən müharibəsi dövründə də fəaliyyətim hamınızın gözünüzün qarşısında oldu. Ondan sonra da səhifələrdən çəkinməyim onunla bağlı idi ki, mən hesab elədim ki, artıq mənim fəaliyyətimə ehtiyac yoxdur. Müharibədən sonra biz yeni Azərbaycanda yaşayacağıq. O dediklərimin əksi olduğuna görə ondan sonra hesab elədim ki, hələ tezdir getmək. Ramiz Mehdiyev hakimiyyətdən gedəndə hamı ki, mən də sevinirdim, deyirdim ki, hər şey bitdi, qutardı. Amma bu səhifədə, səhv etmirəmsə, mənim elə sonuncu çıxışım olmuşdu. Ramiz Mehdiyev akademiya prezident gedəndən sonra onun bütün Azərbaycana vurduğu ziyanları sadalayıb, hər birinizə demişdim ki, Ramiz Mehdiyev getməyib. Sadəcə iş otağını dəyişibdir. Prezident aparatından Elmlər Akademiyasına. Həmin çıxışımda demişdim ki, bugün həmin o nazirlər, deputatlar artıq prezident aparatına yox, Elmlər Akademiyasına gedir və yenə orada Ramiz Mehdiyevin tapşırıqlarını alırlar. Bu günlərim yenə sizinlə görüşə gəlməyimin iki əsas məqsədi var. Birinci, qısa şəkildə bu prezidentin sonuncu çıxışı ilə bağlı bəzi fikirlərimi sizə çatdırmaq istəyirəm. Ən əsası da əlbəttə ki, bu Ramiz Mehdiyev olayı ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Bugün danışanlar çoxdur. Onunla bağlı bəzi fikirlər də yürüdülür. Mən çox danışmaya çalışacağım ki, çox olmasın. Qısa şəkildə fikrimi bildirim. Ona görə ki, bugün Azərbaycanda sözün əsl mənasında, üzr istəyirəm ifadəyə görə, o deyirlər ki, at izi it izinə qarışıb, eyni şeydir. Birinci yenə qayıdıram prezidentin çıxışına və hesab edirəm ki, o çıxış təsadüfi deyildi. O çıxış bir daha təyin olunan şəxslərə xatırlatma idi ki, yerlərə prezidentin sərəncamı ilə təyin olunmuş şəxslər qanuni vəzifələrini yerinə yetirməlidirlər. Prezident aparatından gələn tapşırıqları yox. Və ad çəkməsə də dolayısıyla bildirdi ki, hər şey prezident aparatından gəlirdi. Bütün o qanunsuzluqlar, hamısı adını çəkməsə də Ramiz Mehdiyev olduğunu yəqin ki, hamınız başa düşdünüz. Ki, ölkəni faktiki olaraq daxildə idarə edən Ramiz Mehdiyev idi. Bugün prezident bir daha hamıya xatırlatdı o təyin olunan başlıqlara ki, yuxarıdan
olmayacaq. Olsa belə siz öz vəzifənizi yerinə yetirin. Bu nədən irəli gəlir? Əziz həmvətənlərim, indi çoxları açıq deməsə də mən sizə açıq deyirəm ki, bu dəqiqə ölkədə olan iqtisadi durum çox pisdir. İnsanların maddi vəziyyəti çox ağırdır. Qarabağ müharibəsindən sonra mən bir neçə dəfə yazılarımda bildirmişdim ki, Qarabağ müharibəsi bitib, ərazi bütövlüyümüz təmin olunandan sonra 10 illər boyu bu problemə görə səsini çıxartmayan insanlar artıq səsini çıxardacaqlar ki, biz axı yaxşı yaşamalıyıq. Biz nə üçün ac-yalavac yaşayırıq? Nə üçün Ramiz Mehdiyevlər, Zakir Qaralavlar, Kemaləddin Heydərovlar, Ziya Məmmədovlar, Elton Məmmədovlar, bunlar milyonlar, milyardlar oğurlamalıdır. Cahangir Hacıyevlər, Cahangir Əskərovlar, bunlar 1 döy, 5 döy, 10 döy, yüzlərlədir. Hası məmuru qaldırıb, hasının yerindən qurdalayırlar, altından milyonlar çıxır. Və insanlar haqlı olaraq bu gün artıq öz dolanışıqlarını tələb edirlər. Mən yazı yazmışdım, İqtisadiyyat Naziri, yaxud hər şey Naziri Mikayıl Cabbarova müraciət edəndə ki, sizlər mənim də tərif etdiyim, ümid bəslədiyim, islahat komandası adlandırdığım şəxslər hakimiyyətə gələndə Azərbaycan ümumi daxili məhsula görə Cənubi Qafqazda birinci idi. Bugün biz axırıncıyıq. Bütün iqtisadi göstəricilərə görə Azərbaycan bu günlərim Cənubi Qafqazda axırıncı yerdədir. Hərçənd ki, biz qaz neft ölkəsiyik. Amma nə yazıq ki, o qaz neftdən bu xalqa heç nə çatmayıbdır. Və belə getsə yenə çatmayacaq. Amma bunun axırı bu dəfə çox pis olacaqdır. Hamımız, hakimiyyətdə olanlardan, yerdə olanlar da başa düşməlidir ki, iqtisadi vəziyyətin insanların ümumi pisləşməsi artıq dövlət təhlükəsizliyinə təhdiddir. Mən bir şeyi dönə-dönə hamıya xatırlatmaq istəyirəm. Nə İran yerindən qaçıb, nə də Rusiya yerindən qaçıb. Nə də ermənilər Paşinyanın dili ilə bizə dost deyirlər. O demək deyil ki, onlar bizlə dost olacaq və bizə qarşı ərazi iddialarından əl çəkəcəklər. Xeyr, əl çəkən deyirlər. Və onların istifadə edəcəyi yeganə amil ac-yalavac insanların küçələrə çıxmasıdır. Və sizi də əmin edirəm ki, Azərbaycanda heç bir sosial institutların, dövlət institutlarının olmadığına görə hər hansı bir partlayış faciə ilə nəticələnəcək və Azərbaycanın bir dövlət olaraq yenidən təhlükə ilə üz-üzə qalmasının biz şahidi olacağıq. Ona görə biz bunun hamısını bilməliyik. Keçirəm əsas məsələyə, Ramiz Mehdiyev məsələsinə. Bugün çoxları yazır, özü də əminəm ki, onu bəziləri bilərəkdən deyilir, həmin Ramiz Mehdiyev komandasının üzvləri ki, bu şoudur. Ramiz Mehdiyev şousudur, bəziləri yazır ki, kiminsə əmlakını əlindən almaqdır, bəziləri başqa cür. Əziz həmvətənlərim, mən sizin yadınıza 90-cı illəri salmaq istəyirəm. Yadınızda da 90-cı illər tez-tez rəhmətli Heydər Əliyev əleyhinə sui-qəsdlər olurdu. Və bütün qazetlər, müxalifət, müstəqil olanlar, əgər elələr var idisə, əksəriyyət yazırdı ki, bu Heydər Əliyev növbəti şousudur. Mən buradan sizə tam məsuliyyətimlə deyirəm. Bütün nə qədər elan olunan Heydər Əliyevə sui-qəsdlər yox idi, hamısı real idi. O işlərin bir çoxlarına mən şəxsən çıxmışam, vəkil kimi. Hansı işlərə ki, çıxmamışamsa da, mən həmin işdə, iş materialları ilə tanış olub oxumuşam. Sizi əmin eləyirəm, bir dənə də orada qurama iş olmuyordu. Hamısı real prezidentə qarşı olan sui-qəsdlər idi. Sadəcə bir çox hallarda əlbəttə ki, özünün ehtiyatlı davranması, amma ən vacibi olan Allahın onu qoruması ilə bağlıdır. Mən yenə deyirəm, mən o işləri bir-bir oxumuşam, onları burada sadalamaq istəmirəm, amma kimlər istəyərsə də bu görüşü danışmaq o barədə mən saatlarla danışaram. Onda siz bilərsiniz ki,
Yəni necə insan bu qədər təhlükələrdə sığortalana bilər? Ona görə deyirəm ki, Ramiz Mehdiyev işi qurama iş deyil. Bu dəqiqə bu ölkədə ən ciddi hadisə Ramiz Mehdiyev işidir. Çoxları onu müqayisə edir Türkiyədə olan FETÖ işi ilə. Türkiyədə olan FETÖ'çülərin tarixi təxminən 50 il idi. Yəni Fəthullah Gülənin Türkiyəyə gəlməsi, o məktəbləri qurması, oradan yetişdirmələr kök 50 il idi. Azərbaycanda bunun kökü 1828-dən sonraki illərə gəlir. Yəni Rusiyanın Azərbaycanı zəbt etdiyi gündən Azərbaycan həmin bu xainləri, həmin bu satqınları bu ölkəyə yeridə gəlibdir. Siz onların əgər soy köklərini deyək, araşdırmaya dərinə getsəz, onda görərsiniz ki, hamısının dədələri, babaları vaxtı ilə Rus axrankasında işləyib, sonra SSR NKVD-sində işləyib, SSR KGB-sində işləyib. Ona görə bunların çoxu çox dərindir, kökü. İkinci bir məsələyə, vacib məsələyə diqqət yetirmək istəyirəm. Mən çox təəssüf edirəm ki, bu günlərim özünü rəhmətli Heydər Əliyev tərəfdarı, İlham Əliyev tərəfdarı kimi elan edənlər susurlar. Və yeri gəlmişkən bir fikrə də burada münasibət bildirim. Deyək, mən oxudum Əli Nağıyev, keçmiş yapın yaradıcılarından biri. Elə də onun kimi bir çoxları deyirlər ki, biz vaxtı ilə Ramiz Mehdiyev haqqında danışmışıq, indi danışmaq istəmirik. Yıxılana balta vurmazlar. Tam yalandır. Bu söhbətlərin hamısının arxasında duran yenə qorxudur. Nədən qorxudur? Ramiz Mehdiyev hamısı haqqında zirzibillərini bilir. Açıb döyməsin deyə. Elə deyilsə də sizin vətəninizə xəyanət edən, liderinizə xəyanət edən, rəhmətli Heydər Əliyev bu xalqa bir prorab kimi təqdim edən Ramiz Mehdiyevi niyə ifşa etmirsiniz? Axı siz məndən çox yaxşı bilirsiniz ki, Ramiz Mehdiyev necə Azərbaycana gəldi? Əli Nağıyev və onun kimi Əli İnsanov, onlar çoxsu məndən yaxşı bilir ki, necə Ramiz Mehdiyevi Heydər Əliyev nifrət edə də təzdən onu vəsiyə gətirdi, qoydu. Heydər Əliyev onu öz xoşunla qoydu. Onu fikirləşənlər üçün mən sizə bir ekskurs eləyim. Çoxları onu bilmir, çoxları da danışmır. Mən çox heyfsilənirəm ki, və indi həqiqətən danışmaq da istəmirəm. Ona görə ki, həm yorulmuşam, həm də mənim bu yaşıma qədər bu gün özündə də balalarım mənim əziyyətimi çəkir. Həm də bunu istəmirəm artıq. İnsan nə qədər döyüşər? Mən 89-cu il Azərbaycana gələndən bu meydandayım. Sumqayıt hadisələrindən bu günə qədər. Və nələrə məruz qalmışam, onu siz hamınız görürsünüz. Biz, Allah rəhmət eləsin Cabir Novruza, sağlığında heç kimə qiymət vermir. Öləndən sonra, üzr istəyirəm, görbagör demək əvəzinə də tərif deyirik. 93-cü il iyun qiyamı oldu. Mən həmin o iyun qiyamında Gəncə hadisələrinin təhqiqat qrupunun üzvü olmuşam. Amma başqaları kimi yox. Orada üzvlər var idi, Mətləb Mütəllimov, Mir Mahmud Fəttayev, Tofiq Qasımov, sonra kömrükdə oldu, o rüşvətlə Rusumu dəhşik salan Tahir Əliyev, bir çoxları oldu onlar. Sizə buradan qətiyyətlə Şirin Hacı Kərimov deputat, onlar hamısı Gəncəyə alverə getmişdilər. Birinin də o hadisələri araşdırmaq fikri yox idi. O hadisələri araşdıran heç kimdən çəkinmədən burada sizə deyirəm. Ancaq Aslan İsmailov idi. Hadisə yerinə gedib baxış keçirən, hadisə yerini video kameraya aldıran, onlar bu gün də ASTV-də var. Ancaq mən olan münasibətə görə onu çıxardıb ortaya qoyurlar. Çıxardın, qoyun ortaya. Kim idi orada dindirmələr aparan? O qədər Gəncədə İxtiyar Şirinov dindirilib. Sülhəddin Əkbər bu gün sağdır, o dindirilib. Rafail Səfiyyət Hüseynovdur, Kemaləddin Heydərovun birinci muavini. O dindirilib. Bunların hansı türmədə Aslan İsmailov dindiribdir. Daxili İşlər Nazirinin birinci muavini Qabil ya Qalib Məmmədov var idi, o dindirilib.
Xüsusi təyinatların komandir muavini vardı Əzzağa Süleymanov, o dindirilib. Bütün Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisləri hamısı orada həbsdəydi. Bütün maraqlanın da bunların hamısını dindirən Aslan İsmailov olub. Aslan İsmailovdan başqa orada heç kim dindirmə aparmayıb. Hamı oyun oynayıbdı. Biri bu tərəfdən, biri o biri tərəfdən. Heç kimə həqiqət lazım olmayıb orada. Və sonra orada elan olunan, ondan sonra Bakıya qaydanda dindirdiyim şəxslər, rəhmətli Abdullah Allahverdiyev olub, Daxili İşlər Naziri, Baş Qərargah rəisi Sadıxov olubdu. Onda sonra prezidentin köməkçisi oldu, Nurəddin Sadıxov. İsa Sadıxov orada mən dindirmişəm. Rəhmətli İmam Mustafayev olubdu. O komisyanın üzvü və komisyanın rəyini oxuyan ki, orada 60'dan artıq insan həlak olubdu. Mən də onun yani yalan olduğunu dindirmədə ifşa etdiyimə görə rəhmətli İmam müəllim həmin o dindirməni yarımçıq qoyub gedibdi. Bax, mən bu günlərimi özümü yenə həmin günlərdəki kimi hiss edirəm. Baxıram ki, bu günlərin yenə hamı öz şəxsi haqq hesabını çəkir. İnanın ki, mən Ramiz Mehdiyev mənim həyatımı cəhənnəmə döndərdiyinə görə çıxış eləmirəm. Mən dövlətimə görə çıxış eləyirəm ki, Ramiz Mehdiyev bura necə gəldi? Mən onun da sizə deyim. Heydər Əliyevin 93-cü ildə Milli Məclisə gəlməsi Rusiyanın planlarına tam zidd idi. Rusiya bura Rəhim Qaziyevlə, Surət Hüseynovun əli ilə Ayaz Mütəllibovu gətirmək istəyirdi. Yadınızdadırsa da rayonlar bir-bir getdi. Bir rayonu işğal olundu. Bəli, 7 rayonun 7'si də rəhmətli Heydər Əliyevin dövründə ifşa olundu. İşğal olundu. Və hər dəfə də Heydər Əliyevə tələb irəli sürülürdü ki, gedin biz öz adamımızı yerləşdiririk. Amma rəhmətli bilirdi ki, öz adamı Ayaz Mütəllibov gəldi Azərbaycan Ermənistandan pis günə düşəcəkdi. Bugün çoxları deyir ki, biz Heydər Əliyevin 93'də hakimiyyətə gəlməyinə kömək eləmişik. Heç kim kömək eləməyibdir. Tam səmimi deyirəm sizdən bunu. Heydər Əliyev öz şəxsi nüfuzu bir də canlı yayımlar hesabına Azərbaycanda hakimiyyətə gəldi. Və onu artıq 93'ün səhv etmirəmsə sonlarına da çoxlarınız eşitmişdiniz ki, Gəncənin işğalı məsələsi gündəmdədir. Bəli, Gəncənin işğalı məsələsi gündəmdə idi. 94-cü ilin aprel ayının 2'si 3'ü mən olmuşam Daşkəsəndə. Mənə o vaxtı Daşkəsənin prokuroru Nəbi idi. Nəbi müəllim, familiyası yadımdan çıxıbdır. Onunla otaqda olanda Gədəbəydən mənə Babayev adlı polkovnik zəng eləyibdi. Ki, Həsən nənə, Həsən baba dağlarından ermənilər hücum çəkəcəklər Gəncəni almağa. Mən onu həm də orada özüm dəqiq bilirəm. Yəni, bilavasitə mənbədən bilirəm. İndi orada olanlar yəqin bilərlər. Daşkəsənlilər bilər, sonra Kəlbəcərlilər bilər ki, necə Kəlbəcərdən gələn, o dağdan gələnləri mən Alaxançallıda Nəbidir rayon prokuroru, polis rəisi var idi. Onların köməyi ilə onları qarşılayıb rayonda yerləşməsini təşkil etmişdi. Həmin o Həsən nənə, Həsən baba dağları tərəfdən də gəlməsin deyə o polkovnikin məsləhəti ilə biz hərbi hissədən bir topu aparıb oraya yerləşdirdik. Sonra indi Gəncədə hansısa partiyanın sədri idi, yadımdan çıxıbdı indi. Pənah addı. O adam mənə zəng elədi, artıq illər keçəndən sonra ki, Hasan müəllim, siz oraya qoyduğunuz o postu, qoydurduğunuz postu və topu oradan götürdülər. Şimdi burada suallar olur, o maraqlıdır ki, gözümə sataşdı. Sonra baş prokurorun müavini, bəli, Mətləb Mütəllibov baş prokurorun müavini idi. İndi sizdən xahiş edirəm. Həmin o komisyanın üzvləri, o video kasetlər var. Həmin o video kasetlərə baxış keçirin. İxtiyar Şirinovu kim dindirib? Tək başına Aslan İsmailov. Sülhəddin Əkbar bir gün sağdı, onu kim dindirib? Tək başına Aslan İsmailov.
Qalib Məmmədov cavan adam idi, indi sağdır. Onu kim dindirib? Tək başına Aslan İsmailov. Gəncədə Alik var idi, Qazaxlı Alik. Bir daha deyirəm, Fövqəladə Hallar Nazirinin müavini o vaxt Gəncənin KGB-nin rəisi olmuşdu. Mən heç yalan danışmıram. İndi burada yazırlar ki, güya yalan danışıram. Mətləb Mütəllibov müavin idi. Bəli, Mətləb Mütəllibov müavin idi. Komissiyanın sədri idi. Hakimiyyət bölgüsündə özünə yer almaq üçün iştirak edirdi. Qutardı, getdi. Mən o mövzuya yenə qayıtmaq istəmirəm. Mən dediyimin bir yalanım olsa mən lənətlənməyə tarix boyu hazıram. Mən heç vaxt sizə yalan danışmamışam. Başqaları kimi özümdən qəhrəman obrazı düzəltməmişəm. Sadəcə çıxışlarım da onunla bağlı olubdur ki, sizləri xəbərdar edeyim. Mən bu günlərimdə milli qəhrəman olub vətən xainləri var bizim içimizdə. Adları milli qəhrəman. Bugün də özlərini sizə qəhrəman kimi təqdim eləyən millət xainləri var, onu da bilin. Mənim yaşım 68-dir, artıq nə qədər yaşayacağım bilmirəm. Amma mən bir şeyi dəqiq bilirəm ki, illər, 10 illər, bəlkə 100 illər keçəcək, bu dediklərimə kimlərsə qayıdacaqdır. Kimlərsə də deyəcəkdir ki, bir nəfər başxarab var idi, özünü həlak eləyirdi, onu heç kim dinləmirdi. Qayıdıram yenə Ramiz Beykiyev məsələsinə. Heydər Əliyev və rəhmətli axırıncı Gəncə hadisələri ilə bağlı olanda Ramiz Mehdiyev gəldi əvvəl ümumi şöbəyə müdür, sonra oldu aparat rəhbəri. Ramiz Mehdiyev Azərbaycanda oldu Rusiyanın general qubernatoru. Ancaq Heydər Əliyev kimi bir şəxsiyyət elə bir düşməni yanında saxlaya və bunu bilə-bilə həmin o kursu qərbə doğru apardı. Qərbə doğru. Bakı Ceyhanı həll elədi. Bakı Ceyhan həll olmamışdan qabaq, yəqin bilirsiniz ki, ən böyük silahdaşı Şəmsi Rəhimov qətlə yetirildi. Afəddin Cəllov qətlə yetirildi. Bax, həmin vaxtı Heydər Əliyevə ən ciddi təhdidlər olubdur. Mən bu şeylərin çoxsunu indi bəzi adları çəkmək istəmirəm. Ona görə ki, onlar çoxları da narahat olarlar. Məni etibar eləyib deyiblər o vaxtı. Bu danışıqlarda iştirak eləyənlər olubdur. Bu hadisələrin şahidi olub. İndi bəziləri demirlər ki, 93-cü ildə biz müharibədə olanda İlham Əliyev Türkiyədə kurtka satırdı. Xeyr. 93-cü ildə İlham Əliyevin öldürülməsi təhlükəsi olduğuna görə Heydər Əliyev onu Süleyman Dəmirəldən xahiş elədi, onun da orada təhlükəsizliyini təmin elədilər. Bu da açıq olanlar. Bax, bunları söyləməlidir. Bu günlərim özünü rəhmətli Heydər Əliyevin davamçıları, sadiq dostları deyənlər. Amma buradan sizə bir daha bildirirəm. 93-cü ildə Rəhim Qaziyev Heydər Əliyevi ən axırıncı ifadələrlə təhqir eləyəndə onu müdafiə edən yeganə Aslan İsmailov olubdur. Milli Məclis 1993-cü il 17 avqustda. Sonra həmin bu yaramaz, xain, düşmən, satqın Ramiz Mehdiyev onu başqa cür qələmə verdi. Rauf Arif-oğullar vasitəsilə, mənim, indi onlarla da onların bir-bir adlarını çəkib şey eləmək istəmirəm, mətləndirmək istəmirəm. Onlar da mənim üstümə qısqırdan Ramiz Mehdiyev və Əli Həsənov olubdur. Məndən düşmən eləyən, güya mən rəhmətli Heydər Əliyevlə danışmışam, o mənə vəzifə söz verib, ona görə gedib mən Milli Məclisdə çıxış eləmişəm. Mən bu barədə böyük bir yazı yazdım, o çıxış necə baş tutubdur. Buradan qısa deyirəm, səhifəmdə həmin çıxış var mənim yazım. Mənə o çıxışı təşkil edən rəhmətli İlyas İsmailov olub, bir də Rəsul Quliyev. Mən həmin o yazı yazanda ikisinə də müraciət eləmişdim. Rəhmətli İlyas müəllimə də, Rəsul Quliyevə də ki, bax, mən yazmışam, bu görüşü siz mənə bu cür təşkil eləyibsiz. İndi bunu deyin, İlyas müəllim rəhmətə getdi demədi. Buradan xahiş eləyirəm, əgər doğrudan bu ölkədə jurnalistlər varsa da, dövlət vətən fikirləşənlər varsa da, müraciət eləsinlər Rəsul Quliyevə. 93-cü il 17 avqust mənim çıxışım necə təşkil olunubdur?
heç kimdən heç bir danışığa getməmişəm. Bu günə qədər də heç kimdən, heç kimin qoltuğu altında olmamışım, onu bilin. Bunu bilin siz. Sadəcə mən gördüyümü, şahid olduğumu dilimə gətirmişəm. Nə qədər ki, rəhmətli Heydər Əliyev sağ idi, 98-99'a qədər o Ramiz Mehdiyev bir çərçivədə saxlaya bilirdi. Ondan sonra ki, o sağlamlığınla bağlı zəiflədi, Ramiz Mehdiyev faktiki olaraq ölkə idarəçiliyini götürdü öz əlinə. Bugün mən istəyərəm ki, yenə o deyənlər ki, biz susmağa üstünlük veririk, vaxtında Ramiz haqqında demişik, heç biriniz deməyibsiniz. Kimsə də sizin öz aranızda razborka olubdur, vəzifə razborkası, pul razborkası, ona görə Ramizin üstə gedibsiniz. Yaxud deyək, indi o balıq hafiz kimi kimsə də sifarişini veribdir, Ramizin üstə qısqırdıb. Sonra Ramiz Əli Həsənə sifariş verib, Aslan İsmailovun üstünə qısqırdıb, bu cür olubdur. Amma səmimi, dövlətimə görə, millətimə görə çıxsın kimsə çıxış eləsin, heç kim olmayır. Nə qədər ki, sağ idi, müstəqillik rəhmətli Heydər Əliyev qorudu. Ramiz Mehdiyevi və Ramiz Mehdiyevin əlindən Rusiya kimi yırtıcını yola verə-verə və Azərbaycanın qərbə doğru bütün strateji xəttlərini müəyyən etdi. Sonra gəldi İlham Əliyev. Mən 2005-ci ildə onunla görüşmüşəm. Və həmin görüşdə mən onun necə həqiqətən hansı çətin durumda olduğunu və dövləti üçün nələr arzuladığını şahidi olmuşam. İlham Əliyevin dövründə mən dəfələrlə vəkillikdən qovuldum, mütəşəkkil cinayətkarlıqda döyüldüm, haqqımda cinayət işləri qaldırıldı. Mən niyə bir dəfə onun əleyhinə çıxış eləmədim? Ona görə yox ki, mən ondan qorxurdum. Sadəcə mən bilirdim ki, o bu meydanda təkdir. Həqiqətən bu vəzifədə olanlar, o dövrlər hamısı Ramizin yanındaydı. Bugün də sizə deyirəm. Nə Ədliyyə Naziri, nə elə Fikrət Məmmədov indi burada haradasa gözümə sataşdı. Nə Zakir Qaralav, nə MTN rəhbəri, nə Milli Məclisin sədri, nə baş nazir. Bunlar hamısı birinci növbədə Moskvaya tabi olurdular. Ramizin əlinlə Moskvaya. Rusiyanın burada idarə qüvvələri bir neçə nəfər idi. Siyasi, təbliğat bunun hamısının başında duran Ramiz Mehdiyev idi. Müdafiə tərəfdən Naciməddin Sadıqov idi. Bütün o xəyanətlər hamısı onun əlindən bağlıdır. İqtisadiyyat sayəsində indi hələ adını çəkmirəm, amma hamı bilir onu. Ona görə ki, bu günlərdə bir şey baş verdi, ona görə susuram. Mən bu ölkədə sizə tam səmimi deyirəm, İlham Əliyevdən başqa heç kimə inanmıram. O da onunla bağlı deyil ki, mən ondan qorxuram, yaxud nəsə. Bu günə qədər onun gördüklərini mən görə gəlmişəm. Hansı addımlar atıbdır. Bütün çıxışlarında izləyənlər olub, ona fikir verən olubsa da, sətir altı həmişə müraciət edib mənə kömək eləyib. Heç kim. Bax, indi bu günlərim çoxları deyir ki, biz məcbur uyduq. Ramiz Mehdiyevə tabi olmağa, bəli, məcbur idiniz. Ona görə ki, hamınız çirkab içindəydiniz. Başlı gedirdiniz, hər aylıq verirdiniz. 2000 rayondan asılı olaraq 3000 aparata pul gəlirdi. Hansı təyinata gedirdiniz, Ramizin haqqını çatdırırdınız. Parlamentə seçkilərə gedirdiniz, Ramizin haqqını çatdırırdınız. Niyə çatdırırdınız? Hər düz adam idinizsə da, ərzə yazıb niyə getmirdiniz ki, biz istəmirik? Ona görə ki, bu vəzifələr sizin hər biriniz üçün yem yeri idi. Siz bu dövlətə dövlət kimi baxmadınız. Yem yeri kimi baxdınız. Yadınızdadırsa da 2016, 17, 18-ci illər haqqımda dalbadal cinayət işləri qaldırıldı. Gəh böhtan, gəh xuliqan, gəh mən getdim məhkəmədə hakimi döydüm. Yeri gəlmişsən indi deyim. Buradan da müraciət edirəm. Ali Məhkəmənin sədri İnam Rəhimova, Baş prokuror Kamran Əliyevə vəzifənizi yerinə getirin. 2017-ci ildə Binəqədinin hakimi işləyən Rəşad Əliyev, atası Şəmşir Əliyev 93 ya 94-cü ildə Samukda prokuror işləyəndə kabinetində güllələnmişdi.
Mənim üzümə durdu ki, güya mən gəlib məhkəmədə kabineti dağıtmışam, hakimi vurmuşam, başka birini vurmuşam, beline demir girifti. Güya Hafiz Hacıyevin müavini orada olubdu, onun beline demir girifti. Bu barədə həmin Rəşad Əliyev akt tərtib elədi. Bağıra-bağıra qaldım, əziz həmvətənlərim. Sizlərə bax, buradan mən hamınıza müraciət eləmişdim ki, məni heç nədən basıb tuturlar. Üçüncü dəfə məhkum eləyirdilər. Biriniz məni çıxdınız, müdafiə elədiniz mi? Ziyalılar, adını ziyalı qoyanlar. Biriniz müdafiə elədiniz mi? Dediniz mi ki, bu barbar bağırır, bunu heç nə yerdən tuturlar. Hamınız sustunuz. Hamınız bir nəfər orada səsinizi çıxartmadınız. Bir nəfər. Çıxardırsınızsa da deyin, biz çıxdıq, səni müdafiə elədik. Həmin Rəşad Əliyevi dərhal Ramiz Mehter göndərtdirdi Şəkiyə. Adi Binəqəddəm hakim, adi hakimi. Üzmə durub akt tərtib elətdiyinə görə, mənim məhkum olunmağıma baza yaratdığına görə göndərdilər dərhal. Maşinnik Daladuzun biriniz Nəsimidə işləyəndə o tutulmalıydı vaxtı ilə. Bunu göndərdilər Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri. Az müddət sonra bu günlərin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədridir. Siz beləsindən ədalət gözləyirsiniz. Niyə araşdırmışsınız? Mən sizə buradan deyirəm ki, bütün o vəzifələr hamısı Ramiz Mehter'in təyinatı idi. Mənə güc strukturlarının rəhbərlərindən biri olanı demişdi. Kasılan, rəhmətli Heydər Əliyev əleyhinə çıxış elə, İlham Əliyev əleyhinə çıxış elə, amma Ramiz əleyhinə çıxış eləmə. Sənin şansın olmaz. Mən buradan indi sizə deyirəm. Mən gözləyirəm rəsmi müraciəti. Dövlət Təhlükəsizlik Xidmətinin bir də baş prokurorluğun rəsmi bəyanatını gözləyirəm. Nə vaxt verəcəklər Ramiz Mehter'ə elan olunan iddiamları. Onda əziz həmvətənlərim, mən sizə yerli yataqlı 2002-ci il rəhmətlik keçmiş hərbi prokuror Rövşən Əliyev qətlə yetiriləndən az sonra mənim necə qətlə yetirilməyimi, kimlər harada, necə sifariş vermələrini, kimin məni xəbərdar etməyini, mənim özümü necə qorumağımı, ondan sonra Filarmoniyanın həyətində 2005-ci il oktyabr ya noyabr ayı Polyakların müstəqillik günü Eldar Mahmudovla görüşməyimi, ondan mənim qətlimlə bağlı olan cinayət işini diqqətdə saxlamağını, onun nəzarətimdədir deməyini və sonra bu işin heç bir yerdə açılmamasını. Bunların hamısı və başqa hallar da deyəcəm. Məni də vaxtı ilə Allah qoruyur. İndi bilmirəm, bundan sonra qoruyacaq, qorumayacaq. Bir Allah qoruyur, bir də tam səmimi deyirəm. Bir də İlham Əliyev. Həmin o 3 haqqımda cinayət işi yoxdur. Hər birində mənim həbsim məsələsi durubdur. Sonuncu işdə həbsim məsələsi duranda İlham Əliyev deyibdi ki, gedin sübut eləyin, ondan sonra həbs eləyirsiniz. İstintaqda 2 aprel jurnalistlər var. Xahiş eləyirəm, araşdırın. 2 aprel 17-ci il bütün qəzetlərdə manşetdə çıxır ki, Aslan İsmailov həbs edildi. Mən işimdə oturmuşam, mənə zəng eləyirlər. Diyorum ki, mənim heç xəbərim yoxdur. Sonra 17-si bilmişəm ki, sən demə ikisində mənim haqqımda cinayətçi qaldırıbdır. Ramiz Mehter'in tapşırığınla. Əli Həsənovun icrası ilə. Bu keçmiş baş prokurorlar, DTX rəisləri bir gün çıxsın elan eləsinlər. Neçə dəfə Ramiz Mehter Əli Həsənov onlara zəng eləyibdi ki, bu İsmailovu niyə tutmursunuz? Əziz həmvətənlərim, bunlar o qədər murdar dəstədir ki, o qədər murdar dəstədir. Mənim özüm cəhənnəmə. Mənim balalarımı tutturmaq istəyirdilər. Balalarımı hansı ki, 2 oğlumun ikisi də elə məni kimi bacardığı qədər vətənləri üçün eləyiblər. Mən buradan müraciət eləyirəm prezident aparatının məsul işçilərinə, köməkçilərinə, o cümlədən Hikmət Hacıyevə, müraciət eləyirəm Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə. Mən açıqlaya bilmirəm.
Mən özüm üçün də heç vaxt deməmişəm ki, mən dövlətim üçün nələr eləmişəm. Sizdən bircə xahişim var. Mən bu yaşımda bəlli deyil, mənim nə qədər yaşamağıma qalıbdır. 2020-ci ilin ya avqust, ya iyul aylarında mən balalarıma ya ondan əvvəl müraciət elədim. Facebook səhifələrimdə də var ki, qayıdın vətənə. Vətən müharibəsi başlayacaq. Mən də insanları müharibəyə səsləyəndə hamı mənə deyəcəkdir ki, sənin balaların Amerikada, Avropada kef eləyir, bizimkiləri də qırğına verirsən. Mənim ata-anama söyməsinlər deyən, qayıdın gəlin. İkisi də qayıtdı, gəldi ölkəyə. İkisi də vətən üçün, müharibə üçün işlər gördü. Özü hesab edirəm, az işlər görmədi. Xüsusilə kiçik oğlum Ziya. Bunu da Hikmət Hacıyev də bilir, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri də bilir, çoxları bilir. Xahiş edirəm, heç olmasa onu açıqlayın. Mənim ömrüm bu haqqımı yeyibsiz. Heç olmasa onların haqqı. Hamı müharibəyə görə orden medallar aldı. Amma mənim balalarım bu vətən müharibəsində canlarını qoysa da, həyatla, ölümlə üz-üzə dursa da Vaqifin yanında Bərdədə partlayıbdı. O Bərdəyə düşən raket. Bunun canlı şahidləri var. Bu qədər yalan danışmaq olmaz. Açın elan eləyin onu. Deyin ki, bu demirlər indi Aslan İsmailovun oğlanları harada olub. Açın gözlərinə soxun hamını. Amma bu günlərim, həmin o həvəslə ölkəyə gələn mənim oğlanlarım, artıq mən özüm onlarla dava döyürəm ki, çıxın gedin. Onun üçün ki, mən artıq çox şeyə də inanmıram. Amma özüm burada qalasıyam. Ölənə qədər burada qalacağım. Ona görə bu günlərim kimlər Ramiz Mehdiyevin əl-ayağını yumaq istəyirsə də, onlar deyir ki, biz susmaq istəyirik. Xeyr, siz qorxunuzdan susursunuz. Demək, Ramiz Mehdiyevdən qorxursunuz ki, haqqınızda hansı zibillər var, açıb tökəcəkdir. Yox, məni kimi çıxın deyin də hamısını. Amma siz nə qayırdınız? Bu günlərim əməkdar jurnalistlər məni söyüb təhqir eləmək hesabına, şər böhtan etmək hesabına, jurnalistlər evindən neçəniz mənzil alıbsınız? O mənzildə necə yaşayırsınız siz? Utanmırsınız? Bəziləriniz xanımsız, adınızı buradan çəkmirəm. Haqqımda nələr yazdınız? Ramiz Mehdiyev Rusiya tərəfindən mənim haqqımda çəkdirdiyi filmi verdi Prime TV-yə. Bu gün də Prime TV-nin arxivində var. Müraciət edirəm Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev, Əli müəllim. Mən sizi Labkəns yaşlarından tanıyıram. Birinci Qarabağ müharibəsində iştirakınızı çox gözəl bilirəm. Siz də məni çox yaxşı tanıyırsınız. Və bu ölkədə, bugün ölkə prezidentinə mənim fikrimcə yeganə sadiq olan təksizsiz. Ki, sona qədər tək öz marağınız yox, dövlət marağından çıxış edəcəksiniz. Ona görə mən sizdən də çox şey xahiş edirəm. Bildiyiniz çox şeylər var. O cümlədən mənlə bağlı. Sizin arxivlərdə var hamısı. Necə Daxili İşlər Nazirliyində 35 min erməninin statik kartları məhv edilirdi. Və onu Dövlət Təhlükəsizlik Xidmətində olan hansı qəhrəman oğullar necə xilas eləyiblər. Açıq tökün onların hamısını. Başa düşürəm çətindir. Amma bunu nə vaxtsa da eləmək lazımdır. Biz sürünə-sürünə gedəcəyik, sabah başqa Ramiz Mehdiyev çıxacaq. O birisi üçün və bunlar o qədərdirlər, o kök salmış xainlər. Onlar hansı birləşəcək və bizim hamımızın axırımıza çıxacaqlar. Bu dövləti məhv eləyəcəklər. İstədi. Biri dövlətçiliklə bağlı, Ramiz Mehdiyevin xəyanətləri ilə bağlı dedi mi? Amma onlar hamısı bundan yaxşı. Mən bilirsiniz bu günlərim, əzəm vətənəm, sizdən çox xahiş edirəm. 1993-cü il 17 avqust Milli Məclis yazsaz Aslan İsmailov qarşınıza çıxacaq. Mən bugünkü çıxışım, sanki həmin o 93-cü il Milli Məclisdə çıxış edirəm. Onda da mən o zala müraciət edirəm, deputatlara. Deyirəm, axı bunun hamısını siz məndə yaxşı bilirsiniz. Niyə girmiş durursunuz? Niyə bir nəfər rəhmətli Heydər Əliyev deyirəm, Heydər Əliyev çıxıb deyir, biriniz onu təsdiq eləmirsiniz. Axı o məsələləri Heydər Əliyevdən çox həmin o zalda oturanlar bilir, bunu demişəm.
İndi bu gün də deyirəm. Axı Ramiz Mehdievin kimliyini anardan yaxşı bilən yoxdur. Çingiz Abdullayevdən yaxşı bilən yoxdur. Fərhad Bədəlbəylidən yaxşı bilən yoxdur. Niyə susurlar olar? Onun kimi yüzləri, minləri var bu günlərim. Hamısı bilir onu. Mənim hər dəfə Ramiz Mehdiyevlə çıxışımdan sonra güncdə bucaqdansam mənim halal olsun sizə. Amma biriniz mənim pis günümdə, həbsimin hazırlığı günündə, ölmə fitva veriləndə biriniz məni müdafiə eləmədiniz. Heç olmasa indi eləyin. Axı dünya yaşayıbsınız, yaşınız artıq 100-dən artıq yaşamayasınız ki. Çıxın indi deyin Ramiz Mehdiyevə qayırıbdır. Əli Həsənovna qayırıbdır. Bu millətin böyünlərim hamı mən üzr istəyirəm. Səhifə izləyiciləri. Xalqım da məndən. Bax, mən birinci dəfə bugün xalqım sözünü dilimə gətdim. Mən heç vaxt xalqım, dövlətim deməmişəm. Amma Azərbaycan xalqı. Axı siz də biraz az qarın düşünək biz. Biraz az düşünək ki, bu qədər oğurladı, bu qədər oğurladı. Ay ki, oğurlayıblar, oğurlayacaqlar, gələcəkdə də oğurluq olacaq. Amma bu günləri milləti məhv eləyirlər. Az TV'lərə baxın, hansı şeylər gedir, təbliğatlar gedir. Bu gün harada qalıboy fahişə varsa hamısı ekrandadır. Bax, niyə bu barədə bizim ziyalılar söz demir? Kimi gözləyirlər? Onu da prezident çıxsın desin. Kim niyə? Harada nə olur? Hamı kabinetdə oturub belə göstərir. Bax, hamı kabinetdə belə göstərir. 2020-ci il mart ayında məni vəkilliyə bərpa elədilər. 2020 mart ayında. Dava qırğınlardan, yüzlərlə telegramlardan sonra xəbər çatdırdılar mənim bildiyimə görə prezidentə. Ancaq onun müdaxiləsindən sonra 2022-ci ildə məni bərpa elədilər vəkilliyə. 2022-ci ildən bu günə bir dənə işimdə qoymayıblar qalib gələm. 4-5 dəfə Kamran Əliyevin yanında olmuşam. 4-5 dəfə Vilayət Eyvazovun qəbulunda olmuşam. Fuad Ələsgərovun qəbulunda olmuşam. Qardaş, 2 dəfə 2-4 sübut eləyə bilmirəm. Bilirsiniz niyə? Aslan İsmailov vəkil kimi qazanmasın. Hamı kimi gözü kölgəli olsun. Ay kişilər, başa düşmürsünüz ki, mənim balalarım bir tikə çörəyə möhtac olanda siz məni gözü kölgəli edə bilmədiniz. İndi mən bir ayağım o dünyada. Balalarımın evi, eşiği, ailəsi. Siz doğrudan hesab edirsiniz ki, indi məni gözü kölgəli eləyəsiniz. Axı bu dövlət həm də bu vətən sizindir. Sizin balalarınız burada yaşayacaq, nəvələriniz burada yaşayacaqdır. Bu tək Heydər Əliyev, İlham Əliyevin vətəni deyil. Həm də sizin vətəninizdir. Hamdan çox sizə lazımdır. Müharibə dövrü, 44 günlük müharibə dövrü. Çox təəssüf edirəm ki, Ramiz Mehdiyev çetesi o getməklə deyil, bu günlərimdə o prezident aparatının yarısı Ramiz Mehdiyevindir. Yarısı. Əli Həsənovun dövründə də bütün bu siyasəti həyata keçsən orada Vüqar Əliyev adlı biri var idi. Bu gün də oradadır. Bir də Hikmət Hacıyev var, təzə gələn, güya yeni islahatçı. Bu təzə gələn kimi, mən də derdim şükür Allaha, xalqdan gəlib, piyada gəzir, xalqa yaxındır. Nə oldu? Nə oldu Hikmət? Həmin bu mətbuat, bu televiziyanın başında duran bugün Hikmət Hacıyevdir. Nə oldu? Gələn kimi yoldaşını da sokara düzəltdi. Eyni cürdə başqaları. Hası təzə gəlir, yerinə başqası. Sizə indi mən yenə deyirəm, bu qədər ölkədə o qədər üzr istəyirəm, girəyənlik, yaltaqlıq var ki, düzü deyəndə də adam belə utana-utana deyir. Ki, sabahlarım deməsinlər ki, İsmailov da yarınırdı. Mən rəhmətli Heydər Əliyevi tanıdığım kimi inanmıram ki, onun doğmaları tanıyır. Ona görə ki, mən 94-cü ildəki məni vəzifədən qovdular. Mən hesab edirdim ki, onda bunu Heydər Əliyev eləyibdi. Ona görə bütün həyatımı həsr eləmişdim. Onun fəaliyyətini öyrənməyə, haqqında. Ona görə ki, mən Rusiyada onun haqqında ancaq eşitmişdim də. Heydər Əliyev Moskvaya gələnə qədər Azərbaycanlılara indi mən
belə mədəni dildə deyim, kirnamazı deyirdilər, amma başqa cür təhqir edici formada deyirdilər. O gələndən sonra bu yığışdı. Ona görə mən orada sonra hakim, məhkəmə sədri işlədim, ona münasibətim tamam başqa cür oldu. Buraya gəldim, mən də işdən qovanda və həmin o söhbətlərə mən də inanırdım ki, deyirdilər ki, bu şoular, çevriliş şouları, ona görə o işləri oxuyurdum. Bunu oxuduqca, gördükcə, mən onun nə qədər uzaq görən, nə qədər dövlətə, millətə bağlı adam olduğunu gördüm. Həqiqətən. Allah'ın içirəm. Mən prosta təəssüf eləyirəm ki, bu günlərim bayağı təriflər deyirlər, amma Heydər Əliyevin yaşadığını heç kim demir. Mən o yaşadıklarını çox yaxşı bilirəm. Müzamil Abdullayev ölüm kamerasında mənə Heydər Əliyevlə danışırdı ki, o işdən çıxandan sonra hansı pis vəziyyətdə Barvixada yaşayırdı. Bunların hamısını bilirəm mən. İndi bu günlərim Heydər Əliyev hesabına milyon milyardlar sərvət toplayanlar kirmişdə oturub deyir ki, mən Ramiz Mehdiyevin olanda demişəm, indi biz olanda heç mən sizin heç birinizi eşitməmişəm. Bir dəfə epizodik dəlim Musa Kimov deyibdi vəzifədən çıxdığına görə. O birisi vaxt o üçü vəzifədən çıxanda desin, amma heç nədən asılı olmayaraq, mütəmadi olaraq Ramiz Mediyev haqqında çıxış eləməli olmuşam. Buradan bir daha müraciət eləyirəm. Bir şahidə də. Akif Muradverdiyev var. Prezident aparatının işlər müdürü işləyibdi. 94-cü il 12 sentyabrda mən işdən qovulandan sonra, səhv etmirəmsə 12 sentyabrda. Akif müəllim məni dəvət edib otağına. Otaqda Ramiz, Akif müəllim görüşüb məndən, sonra Ramiz Mehdiyev gəlib. Onda 94-ün aprel, may, iyunun 12'si dəqiq, yadımdadır iyunun 12'si. Akif Muradverdiyevin otağında mənim Ramiz Mehdiyevlə 3 saatdan artıq polemikam olubdu. Ramiz Mehdiyev məni Nazirlər Kabinetinə idarə rəisi göndərmək istəyirdi, Sürət Hüseynova yanına. Həmin Akif Muradverdiyevin yanında demişəm ki, Ramiz müəllim, bu narkomanın biridir. Yox, elə demə, bunu Heydər Əliyev təyin edib. Dedim, Ramiz müəllim, baxın, siz bilirsiniz niyə təyin edib. Çox danışmayacağım. Mən istəyirəm Akif Muradverdiyev o hadisənin canlı şahididir. Danışsın, bilirəm onun 2005'də problemi olub, sonra problemi oldu. İndi yəqin ona da əminəm ki, öz zibillərinə düşmüşdü. Amma bir gün Akif müəllim, mən sizə həqiqətən hörmətlə yanaşıram. Ona görə ki, mən vəzifədən çıxandan sonra mənə salam verən siz yeganə adam olubsunuz. Sonra yadınızdadırsa da Nizami küçəsində mən oğlumla gedəndə siz yanınızda da sizin kimi hündür boylu adamlar var idi. Orada da mənim sərəncamımı nə üçün imzaladığınızı dediniz. Bax, çağırın, orada deyin ki, Ramiz Mehdiyev məni işdən çıxmağımın səbəbi nəyə göstərdi? Avtandil Bayramov səhv etmirəmsə, bu gün də Tusi adına universitetdə kadrları rəisidir. Birbaşa Ramizin Moskvanın tulası, buradan belə deyirəm. Prezident aparatında məktub var, xidməti məktub mənim haqqımda yazıbdır. Hansını ki, Akif Muradverdiyevin yanında Ramiz Mehdiyev mənə oxuyubdur. Birinci bənd, həmin Avtandil Bayramov Prezident Heydər Əliyevə yazıbdır. Bənd 1. Aslan İsmailov Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. Bənd 2. Aslan İsmailov Heydər Əliyev haqqında əleyhinə mətbuat konfransı keçirmək istəyir. Bu Akif müəllimin yanında olubdur. Mən onda Ramiz müəllimə deyim, Ramiz Mehdiyevə demişəm ki, Ramiz müəllim. Siz özdə orada artıq o dönəmlər mən Ramiz Mehdiyev haqqında bəzi şeyləri bilirdim. Dedim, siz məndən yaxşı bilirsiniz. KGB-yə zəng eləyin. Görün ki, mənim cəbhə ilə bağlı heç bir əlaqəm olmur. 1. 2. Mən doğrudan Heydər Əliyevin əleyhinə mətbuat konfransı keçirmək istəyirdimsə, heç olmasa bir jurnalist olmalıdır da ki, mənim üzümə dursun ki, mən onunla demişəm. Onu ki, mən istəyirəm ki, Akif Muradverdiyev bunlar da desin. Mən, vallahi, indi özümdə bəzi qeydləri eləmişdim ki, deyim. Bircə dəqiqə üzr istəyirəm bəzi şeyləri.
Bu günlərin mən o yenə deyirəm, o insanların vəziyyətinin pis olmağı ilə bağlı. Bilirsiniz nə ilə bağlıdır? Ona görə ki, həm hakimiyyət strukturlarında, həm biznes strukturlarında ancaq qohum-əqrəba dost tanışdır. Bax, qohum-əqrəba dost tanış. İndi baxın da yuxarıda olanı götürün, Mikayıl Cabbarovun yaxın ətrafını araşdırın, hardadılar. Yeznəsi, dayısı, bibisi, xalası, sinif yoldaşı, hamısı vəzifədədirlər. Qardaş, bu ölkədə başqaları yoxdurmu? Axı, niyə bu ölkənin cavanları, hansı ki, müharibədən sonra mənim balalarım kimi axın-axın ölkəyə gəldilər ki, gələk vətənimizdə işləyə çalışaq. İndi də axın-axın geri gedirlər. Niyə tək sizin qohum-əqrəba ola bilər vəzifələrdə? Vallahi yenə deyirəm, bu cavan olasan, yenə bu işləri eləyəsən, bizə dəqiqə üzr istəyirəm. Mən yekunlaşdıram, baxmaq istəyirəm ki, bir də üzr istəyirəm sizdən. Bu Ramiz Beytiyevlə bağlı mən yenə də 94-cü ildə onunla bağlı ilk mətbuat konferansını mən 99-cu ildə keçirmişəm. Onun oğlu var, kürəkəni var, İlham Əliyev. Deputat zad oldu. Vicdan haqqı onun üstündə 50 dənə statya var. Dələduzluqlarla bağlı yeni maddələr tapmaq lazım deyil. O cinayət işi var, mən yeri yurdum. Bakı prokurorunda cinayət işi olubdur Volvo ilə bağlı. Volvo'nun burada nümayəndəliyini əlindən alıbdır. Ondan sonra onun haqqında yüzlərlə cinayət işi qaldırmaq olar. Quba Qusar zonası, nə qədər iş adamı var, nə qədər torpaq sahibləri var, hamısını Ramiz Beytiyev kürəkəni əlindən alıbdır. İndi mən bilmirəm, niyə susur, Mahmud var, Günay Bankın başında duran Mahmud Məmmədov. Mənim iştirakımla mən ona vəkillik elədim. Orada müharibə veteranlarını Ramiz Beytiyevin tapşırığıyla apardılar, bastılar, döydülər. Mahmud Məmmədovun əlindən 1000 hektardan artıq torpağı həmin o aldı. Ramiz Beytiyevin kürəkəni. Başqalar da bunu görəndən sonra hamısına şərik oldu. Ya bizneslə şərik oldu, ya biznesini əlindən aldı. İlham Əliyev. Ramiz Beytiyevin kürəkəni. Onunla bağlı hələ 99-cu ildə mən mətbuat konferansı keçirmişim. Və ondan sonra da bir də əzəmətələn bir şey deyim. Bunların murdarlığıyla bağlı ikicə məqam deyim. Ramiz Beytiyev dəstəsi və ondan da murdar olan bir gün ona qulluq eləyib, o illər ona qulluq eləyib, bu onun əleyhinə çıxış eləyənlərdir. Onlardan da murdarı da olar. Hası ki, mənim haqqımda Real TV'si tutmuş, Yeni Musavatı tutmuş, palaz yazılar verdilər ki, oğlum da, mən də Rusiya erməni xüsusi xidmət orqanlarının agentiyik. Mənlə bağlı yazdılar. Yenə deyirəm, bunlar murdar bir dəstədir. Özüm cəhənnəm, oğlanlarım cəhənnəm. Yazdılar ki, bu Qardaban rayonunda yaşayır. Biz getdik Qardabaniyə, rayon cəmaatından danışdıq, bunun atası da anası da ermənidir, qəbir daşlarını da bizə göstərdi. Bir nəfər məni müdafiə edən oldu mu burada? Hamınızı da yazırdım. Mən axırıncı dəfə məhkəməyə gedəndə canlı yayım açıb, indiki kimi. Binəqədi məhkəməsinə gedəndə müraciət eləmişəm. Ramiz Rızayevə, Fikrət Məmmədova, Zakir Qaralova. Mən sizdən fərqli olaraq kişiyəm. Dediğimin də üstündə dururam. Və bir daha deyirəm ki, siz Azərbaycana vətən kimi yox, yem yeri kimi baxdınız. Mən Aslan İsmailov isə Azərbaycana vətən kimi gəldim və ömrü boyda vətən kimi Azərbaycanı dövlətini qorumağa çalışdım. Mənim haqqımda o 93-cü illə Milli Məclisdə çıxış eləməyimlə bağlı dedim ki, hansı murdarlıqları yaydılar. Sumqayıt hadisələrindən bağlı əzəm vətənlərim. Mən ömrümü o işə qoydum. 89-cu ildən bu günə qədər bütün məhrumiyyətlərə Ramiz Beytiyevin mənə olan nifrəti də oradan gəlir. O işi Ramiz Beytiyev indi Nazirlər Kabinetində
Mətbuat xidmətinin rəhbəri işləyir. İbrahim Məmmədov vaxtilə Əli Kərimlinin müşaviri işləyib. Ona xəyanət eləyib, keçib bu tərəfə. Sonra bu tərəfə xəyanət eləyib, keçib Ramizin tərəfinə. İndi də hələ eşitməmişəm, Ramizin əleyhinə çıxış eləyir ya yox. Bunlar nə yaydılar? Mən Sumqayıtla bağlı bir daha deyirəm. 5 cinayət işi olub. Onun ancaq birinə Bakıda baxılıb. Qırqaryan işinə. Rəhmətli Əhməd Əhmədov olub, onu Moskvada baxırlar, Moskvada da gülləliyiblər. Mənim ondan heç xəbərim olmayıbdır. Palaz yeni Musavat Raif Arifoğlu yazı verdi Ramiz Mehdievin tapşırığından. Ki Aslan İsmailov Əhməd Əhmədovun güllələnməsində iştirak edir. Bir nəfərdə o xanım deməyə dilim gəlmir, biri var. O palaz yazıb mənzil da aldı. O, mənim haqqımda danışan kod adı biri var. Talih Şahsuvarlı. Müharibənin heç həndəvərinə fırlanmadı. Getdi hərbi forma geyindi, bir quzu kəsdi, şəkilini yaydı. Qramataza daldı. Dövlət Təhlükəsizlik Xidməti. Bircə şey sizdən xahiş edirəm. Ramiz Mehdiev çetesini xainləri bilmək istəyirsinizsə da 90-cı ildən bu günə mən cəsusam, Aslan İsmailov cəsusdur. Sumqayıt işini Aslan İsmailov təşkil edib. Haqqımda nələr yazılıb, onları araşdırın. Onda o çetenin hamısını görəsiniz. Yumurta satan Mürvət Həsənov var, Ramiz Əli Həsənovun şəriki. Bir gün də onu mənim haqqımda şər böhtanları maliyyələşdirdiyinə görə qoydular kuşçuluq mənim bir prezident olub indi. Sonra prezidentlə görüşünü də təşkil elədilər. Mən 5 ildir bütün imkan vasitələrimlə Prezident İlham Əliyevlə görüşmək istəyirəm. 5 ildir. Mən görüşə bilmirəm. Amma Ata Abdullayevi görüşdürdülər, Mürvət Həsənliyi görüşdürdülər. Harada Dəladuz, Maşinlik var, hansını görüşdürdülər? Mən isə görüşə bilmirəm. Və kimlər mümkündür, hamısına müraciət eləmişəm. Ramiz, ondan sonra Sumqayıt hadisələrini sizə dedim. Ki, Əhməd Əhmədovdan heç xəbərim yoxdur. Dedilər ki, Aslan İsmailov Əhməd Əhmədovu güllələtdiribdir. O işə Moskvada baxılıb, xəbərim yoxdur. Yazdılar ki, Aslan İsmailov Sumqayıta prokuror gəlib, Sumqayıtın prokuroru işləyibdir, Sumqayıt hadisələrini təşkil eləyib və Əhməd Əhmədov güllələtdirib. Onlarla yüzlərlə dəfə dedim ki, ay şərəfsizlər, axı sənət var, sübut var. Mən Sumqayıtın heç vaxt prokuroru olmamışam. 85-90-cı illər Sumqayıtın prokuroru rəhmətli İsmət Qayıbov olubdur. Mən ancaq ali məhkəmədə 89-cu ildə baxılan Qırqaryan işində prokuror kimi iştirak eləmişəm. Və həmin çıxışımda Sumqayıt hadisələrinin Moskva DTK-sı, Qarbaçov ətrafı və erməni millətçiləri tərəfindən təşkil edildiyi və Azərbaycan xalqına böhtan atıldığını demişəm. Əvəzində 20 ildir mənim haqqımda şər böhtan yazırlar. Ən axırıncı şərəfsizlik nədir? 30 oktyabr 2014-cü ildə Ramiz Mehdievin bir mənəviyyat manifesti yazısı çıxdı. Dəhşətli bir yazı idi. Tam səmimi sizə deyirəm. Çox analitik, sosioloji sorğularla, yəni bu yazı ilə sübuta yetirilirdi ki, Azərbaycanda bir nəfərdə normal alim yoxdur. Hamısı saxta alimlərdir. Bir nəfər normal diplom alan yoxdur. Onu göz Ramiz Mehdiev deyirdi ki, mən bir nəfər savadlı hüquqşünas işə götürməyə tapmadım. Yazırdı ki, Ramiz Mehdiev ki, Azərbaycanda bütün mətbuat saxtadır, rek etdi və ilaxır. Hamısını. Mən ona götürdüm, cavab yazdım. O cavab da bu Ramiz Mehdiev olayından sonra səhifəmdə paylaşmışam. O haqqımda yazan şərəf ləyaqət nə olduğunu bilməyənlər götürüb onu bir də oxuyun da. Mən orada Ramiz Mehdievə müraciət eləyirəm ki, Ramiz müəllim, siz akademiksiniz, yazı gözəldir. Heç siz yazdığınız yazını bir nəfər müxalifət lideri yaza bilməz. Amma mən həmin yazı ilə Ramiz Mehdiyev məhv eləmişəm. Məhz həmin yazıdan sonra bilməyənlər üçün deyim. Yazı səhv etmirəmsə Azadlıq qəzetində Ramiz Mehdiyevə verilir. Ona görə ki, Musavatda çıxa bilməzdi. Musavat Ramiz Mehdiyevin tapşırığı ilə başqa tərəfdən maliyyələşirdi.
Həmin o qazet Ramiz Mehdiyə veriləndə, Ramiz əsəbindən bağda çıxanda yıxılmışdı, ayağı qırılmışdı, tombadan çıxmışdı. Bu gün həbsdə yatan Rasim Məmmədov onu xüsusi təyiri ilə Almaniya aparmışdı. Yəni onu faktiki olaraq göstərdim ki, bütün VAK, universitetlər, telekanallar, ədəbiyyat, ziyallıq hamısı sənə tabidir, onlar da məhv edən sən olubsan. İndi niyə bu yazını yazırsan? Və orada ən əsası bircə cümlə var orada. Ramiz Mehdiyevi məhv eləyən. Ki, mən əminəm ki, bu yazını sən gələcək qohum əqraban üçün yazırsan ki, qoy qohum əqraban desin ki, bizim babamız Azərbaycanda ikinci şəxs ola Heydər Əliyev və İlham Əliyevə qarşı mübarizə aparırdı. Ona görə mən orada da müraciət eləyirəm ki, əgər elə deyilsə da, siz bunu yazmışam ki, bu məqsədlə eləyibsiniz. Elə deyilsə də istifa verin, çıxın, mən də sizin yanınızda olum. Bunu götürüb, hər gün bütün qazetlərdə tirajladılar ki, mən Ramiz Mehdiyevə yaltaqlanmışam. Ki, insanda biraz şərəf, ləyaqət, vicdan, heç olmaz bir balaca, bir balaca Allah qorxusu olar. Bunların heç biri yoxdur. Mən üzr istəyirəm sizdən, mən dedim, bir saat. Dönə-dönə sizdən üzr istəyirəm. Deyiləsi o qədər şey var ki, mən çıxdığım konkret işlər var. Baş prokurorla, Daxili İşlər Nazirliyi ilə bağlı olan hansısa müraciət edəcəm və sonda burada bircə şey demək istəyirəm. Əzəmətlər. Elton Məmmədov, Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyev dəstəsinin aktiv üzvlərindən biri. Bu, 2 il ərzində akademiyada 5 milyona yaxın pul talayıbdır. Başqa bir cinayət işindən mən 3 il Kamran Əliyevə müraciət etmişəm ki, bu adam dəlaluzluqla filan kəsin əmlakını mənimsəyibdir. Heç nə eləyə bilməmişəm. Heç bir şey. 3 milyon yeyinti gətirib ödədib və utanmadan Respublika prokuroru elan eləyir ki, biz o pulu ödətdirdik. Ya ki, 50 min yeyintisi olanı pulu da ödəttirirsiniz. Özdə də bir 10 il cinayət azadlıqdan məhrum etmə verirsiniz. Bu adam akademiyanı 5 milyon mənimsəyibdir. Bu nə deməkdir ki, mən onu 3 milyon ödətdirdim, qutardı, getdi. Kimdən qorxursunuz? Ramiz Mehdiyevdən yenə qorxursunuz. Demək, qorxursunuzsa da ona qulluq edirsiniz. Yenə təşəkkür edirəm. Hamınızdan da üzr istəyirəm. Ola bilsin bu elə sonuncu çıxışlarımdan biridir. Amma bir şey mən çox gözəl bilirəm. Bu dünyada heç kim tutub durmuyor. Hamı köçür bu dünyada. Bir var, mən bu gün həyatımın ən xoşbəxt günlərini yaşayıram. Ben o Ramiz Mehdiyev ki, o Heydər Əliyev ordenindən təmtəraqla yola salındı. Mən elədim ki, ilahi, doğrudan mı Allah bəndə ədalət, heç nə yoxdur. Həyatımın ən çətin günlərini onda yaşamışam. Amma indi deyirəm, yox. Həmişə dediyim sözü bir daha təkrar edirəm. Həyat ədalətlidir. Mən bir Ramiz Mehdiyevin onun ətrafının keçirdiyini heç kimə düşmənimi arzulamıram. Amma onlar bu əzabı, cəzanı çəkməlidir ki, başqalarına dərs olsun. Ki, xalqa zülm eləmək olmaz. Dövlətə xəyanət eləmək olmaz. Azərbaycan xalqının pulunu yeyib, içib, erməninin, Rusun tulası olmaq olmaz. Bu ölkədə əsələləri çoxdur. Mən indi onların hamısının ifşasını gözləyirəm. Və əzəm vətənlər sizdən də xahiş edirəm. Aktiv olun. Ziyalı təbəqə, yaşlı nəsil. Mən əminəm ki, gələcək nəsillər bizə lənət oxuyacaq, haqları da olacaqdır. Onu görə ki, deyəcəklər ki, 30 ildə siz bu Rus töküntüsündən, ermənilərdən təmizlənə bilmədinizmi? Pula, vəzifəyə az uyuyun. Sizi vəzifəyə göndəriblər. Yuxarıdan göstəriş gəlmirmiş ki, bunu verirlər. Deyirəm, qanunsuz eləyə bilmərəm. Mən işləmişəm o vəzifələrdə. Baş prokurorda işləmişəm. Göstəriş olub demişəm, eləyə bərəm. Bugün Lalə Şövkət sağdır. Allah canını sağ eləsin. Soruşuq ondan Lalə xanımla. Mənə göstəriş verilibdi ki, Lalə xanımın adından ki, Zemfira Verdiyeva işini tələb edin, burada öyrənək prezident aparatında. Demişəm, olmaz, Avtandil Bayramova. Avtandil Bayramova mənə deyirdi ki, bu dövlət katibi Lalə Şövkətin göstərişidir. Demişəm, olsa da göstəriş olmaz, ona görə ki, bu qanunsuzdur.
Yanımda götürüp zəng eləyibdi Lalə Şövkətə. Lalə xanım, burada Aslan İsmailov sizin göstərişi icra eləmir. Telefonu qoyub deyir ki, Lalə xanım gözləyir. Getmişəm, Lalə xanımın da qəbulunda Əvəz Teymurxan adlı sonra partiya sədri oldu, adam otururdu. Getdim, keçdim içəri. Salam, əleyhissalam. Dedi, siz Avtadil Bayramov göstəriş vermişdimi ki, Zemfira Vergiyevanın işini tələb elə. Demişəm, bəli. Niyə icra eləmişsiniz? Demişəm ki, Lalə xanım qanunsuzdur deyib, mən göstəriş vermişəm. Deyim, üzr istəyirəm, qanunsuz göstəriş icra eləməmişəm. Lalə xanım mənə deyibdi ki, bunu Prezident Heydər Əliyevin göstərişidir. Demişəm ki, Lalə xanım, inanmıram Heydər Əliyev elə göstəriş verə, amma əgər onun göstərişi varsa da belə, o da qanunsuz icra eləmirəm. Lalə xanım başını belə buluyub, deyib get. Amma başqa bir şey də olubdu. Onu da yada salıram. Onun da yüzlərlə şahidi var. Lalə xanım istifaya gedən günü hamı yığıbdı öz kabinetinə. Mən də gecikib gəlmişəm, görmüşəm, gözləyirlər. Hamı ilə sağollaşandan sonra yaxınlaşıb mənə. Aslan bəy, sizə təşəkkür eləyirəm. Həmişə belə prinsipial qalın. Lalə xanım sağ, mən salamat, maraqlanım. Və buradan bir şey xahiş eləyirəm. Mənim haqqımda kimsə nəsə yazanda bir gözünüzü qaldırın Allaha baxın ki, Allah ağır getməsin. Amma başqa bir şey də əziz oxucular sizə deyirəm. Bir yalanım, bir sizə qarşı xəyanətim olsa, büyünün özündə də lənətləyin, rəhmətə gedəndən sonra da 1000 dəfə lənət oxuyun. Ay, rəhmətə edib pis söz demək sözünü buraxın. İnsanlara sağlığında qiymət verin. Düzünü də, pisini də, yaxşısını da. Hamınıza uğurlar arzulayıram. Və bir şey də deyim, indi çoxunuz deyəsiniz ki, Aslan müəllim, elə bu nə oldu, yenə gözləyək, nə qədər gözləyəcəyik? Əzəm vətənlərim, 7000-dən artıq dildə danışanlar var. 2000-dən artıq xalq var. Ancaq cəmi 200 xalqın, təxminən 200 xalqın Birləşmiş Millətlər Təşkilatında səsi var. O səsin də biri Azərbaycan xalqının səsidir. Biz cəmi 10 milyonuq. 10 milyon dövlətimiz var. 100 milyon olanların var ki, dövlətləri yoxdur. 100 illər boyu mübarizə aparırlar müstəqil dövlət qurmaq üçün. Biz müstəqil dövlətik və o da hasant gəlmir. Fransızlar, Almanlar, İngilislər bugünkü dövlətlərini qurmaq üçün 100 illər boyu qırılıblar. Və o dövləti, o yaşamı qurublar. Ona görə heç kim gözləməsin ki, sabah hər şey düzələcəkdir. Hər şey mübarizə ilə əldə olunacaqdır. Bu yolda hamınıza uğurlar arzulayıram, xüsusilə gənc nəsilə. Biz nəsildən bir şey çıxan deyil. Sizlərə uğurlar arzulayıram. Vətəninizə, dövlətinizə sahib durun. Sağ olun.